Salam dostlar, necəsiz? Hamınızı xoş gördüm. Bugün mənim Temu sifarişlərim gəlib. İstədim onları sizinlə birlikdə açaq. Unpacking videosu olsun. Hamınız ekrana yaxın əyləşin. Düzdür, görəcəksiniz ki, ekranda dodağım başqa sözlər deyir, amma səsləndirməni bəzi nüanslara görə özüm daha sonra elədim. Ona görə üzürü sayın, fikriniz əsas sifarişlərdə olsun. Bu sifarişlər 165 manat pul xərcləmişəm. Görək dəyərmi, dəyməzmi? İlk sifariş elədiyim bax belə bir paltar səbətidir. Həsir materialından da düzəliş eləyə bilmədim. Daha sonra düzəldəcəm. Bəyəndim, like elədim. Daha sonra belə bir vedrədir. Nə deyim, vedrəmi deyim, nə deyim. Çox balacadır, boyutu həddindən artıq. Düzdür, buna alanda baxmışdım. O yorumları da oxumuşdum, amma yenə də səhv eləmişəm. Çox balaca gəlib, yəqin ki, bunu geri qaytarma eləyəcəm. Daha sonra belə bir üçlü qabzaqaz eləmişəm. Bunun da boyutu həddindən artıq balacadır. Yəni, bunda nə eləmək olar bilmirəm, amma da almışam da qalıb. Materialı yaxşıdır, pisdir, idarə edər. Daha sonra belə bir orqanayzer almışam, dərmanları qoymaq üçün. Bu da həddindən artıq balacadır. Nəsə bu dəfəki sifarişlərim hamısı balaca boylardır. Niyə belə səhvlik eləmişəm, hələ də özüm başa düşə bilmirəm. Daha sonra belə bir orqanayzer zakaz eləmişəm. Görürsünüz ki, videoda neçənci saniyəsindən sonra aydınlanma yaşayıram ki, bunu nə üçün sifariş eləmişəm? Bu da qızlar çay, kofe, hazır paketləri qoymaq üçündür. Yəni çox səliqəli görsənir. Gözəl görsənir vizual olaraq. Ona görə yaxşı da bunu saxlayacağım. Daha sonra belə bir make-up stolu üçün, daha doğrusu silməsi üçün almışam makyajlarımı qoymağa. Daha sonra Temuda deməli nə lazımsız şey var, hamısını almışam. Qarpuzu falan ağzını örtməyə, yayda kəsilən qarpuzu belə bir. Daha sonra belə bir orqanayzerdir bu da, qış paltarlarım falan yığma. Hələ ki, nasıl aldıqlarım içində ən bəyəndiyim budur. Qızlar, bu da yaxşı bir şeydir, amma bilmirəm ölçüsü necədir. İndi yoxlayacağım bunu. Toz falan yığılmasın deyənə qayçı ilə kəsirsiniz. Mebellərin içinə uyğun, ölçü uyğun düzəldirsiniz. Daha inanırsınız bu qutunu açanda fikir verirəm ki, kamerada bölümdəki qutunu açmamışam. İnanırsınız səsləndirməni edirəm, hələ də açmamışam. Bunun da şamdanın iyisi o qədər pisdir, inanırsınız ürəyim bulandı. Bunu da qaytarma eləyəcəm 100%. Halbuki altda hamı tərifləyirdi. Daha sonra belə bir üçlü qızlı rəng olduğuna görə almışam. Bunu nə deyirlər bilmirəm. Bu da boyu balacadır, amma qızılı olduğuna görə xoşum gəldi rəngi. Saxlamışam. Yəni aldıqlarım bu qədər. Yəni hayf bu 165 manat. Neyse dostlar, aldıqlarım bu qədər. Bəyəndinizsə like etməyi unutmayın.